2026-cı ildə imtahanda iştirak edəcək abituriyentlərimizə, müəllimlərimizə dərs izahlarımız davam eləyir. Bugünkü mövzumuz Romadır. Romanın sadə, anlaşılıqlı və ən əsası da ətraflı formada izahını sizə təqdim eləyəcəm ki, lövhədə qeyd elədiyim məqamları istər müəllimlər, istər şagirdlər qeydiyyat aparsa, mövzunu tam olaraq mənimsəyəcəklərinə dair qarantiya verirəm. Demək, Roma mövzusundan başlayaq. Romanın təbiətindən sizə danışım. Roma ümumilikdə İtaliyada yerləşir. İtaliya harda yerləşir? Avropada, Balkan yarımadasından, qərbdə Apenin yarımadasında. Demək, Apenin yarımadasında Roma şəhərinin əsasını eradan əvvəl 753-cü ildə Romul tərəfindən qoyulmuşdur ki, Roma tarixi ümumilikdə 3 dənə dövrə bölünür. Padşahlıq eradan əvvəl 753-dən 509-a qədər, Respublika dövrü eradan əvvəl 509-dan eradan əvvəl 27-yə qədər və imperiya dövrü 3-cü dövrü eradan əvvəl 27-dən bizim eranın 395-ci ilinə qədər. İlk öncə padşahlıq dövründən Romanın əhalisindən danışım sizlərə. Romada əhali Afinada olduğu kimi 2 təbəqəyə bölünürdü. 2 hissədən ibarət idi. Burada var idi patrisilər, onlar hansı ki Romanın yerli sakinləri hesab olunurdular. Əsas torpaq sahibləri onlar idilər, iri mülkiyyətçilər idilər. Bütün vəzifələri onlar öz əllərində cəmləşdirmişdilər padşahlıq dövründə. Sonrakı dövrlərdə bunu məhz plebeylərlə paylaşacaqlar ki, plebeylər isə patrislərdən fərqli olaraq sonradan buraya köçüb gələn şəxslər idilər. Burada bax qeyd eləmişəm, patrislər ən qədim sakinlər, vəzifəli şəxslər və torpaq sahibləri idilər. Plebeylər isə torpaqsız idilər, orduda xidmət edirdilər. Demək, ordunun əsasını təşkil edir plebeylər və onların vəzifə tutmurdular. Padşahlıq dövründə bütün vəzifələri demək, patrislər tuturdular. Padşahlıq dövründə idarəçilik padşaha məxsus idi. Eradan əvvəl 6-cı əsrin sonlarına qədər Romada padşahlıq idarəetmə forması olubdu. Bundan əlavə Senat da fəaliyyət göstərirdi ki, Senat Yunanistanda da var. Orada da Ağsaqqallar Şurası deyirik, burada da Ağsaqqallar Şurası deyirik. Sadəcə burada biz onu termin kimi Senat adlandırırıq. Elə patrisiləri siz Afinada aristokratlara, plebeyləri isə demosa uyğunlaşdıra bilərsiniz. Padşahlıq dövründə idarəçilik dedik, patrislərə məxsus idi və sonuncu Roma padşahının dözülməz siyasətinə görə eradan əvvəl 509-cu ildə xalq üsyan qaldırır, sonuncu padşahı devirir və Romada respublika dövrü başlayır. Respublika yəni xalqın hakimiyyəti, xalqın işi deməkdir. Baxın, sözün hərfi mənası xalqın hakimiyyəti deməkdir. Amma padşahlıq dövründə olduğu kimi respublika dövrünün əvvəllərində də yenə də bütün idarəçiliyi o varlı təbəqə öz əlində cəmləşdirmişdi. Yəni patrisilər yenə də idarəçilikdə əsas söz sahibi idilər. Ona görə də eradan əvvəl 509-cu ildən eradan əvvəl 3-cü əsrin ortalarına qədər köhnə dərslərdə bu yazılırdı. Yəni təxminən 265-ə qədər Romada patrislərlə plebeylər arasında mübarizə gedir. Baxın, necə ki Afinada Demosla aristokratlar arasında mübarizə getdi. Demos istər Solon islahatları ilə, istər Perikl islahatları ilə bir sıra hüquqlar əldə etdilər. Eynisi Romada da baş vermişdi. Burada izahı yerləşdirirəm. Aşağıda da Yunanistan izahında tanış ola bilərsiniz. O mövzuda ətraflı məlumat vermişəm. Demək, patrisi-plebey mübarizəsi nəticəsində həmən bax bu kasıb əhali, plebeylər, sonradan o köçüb gələnlər bir sıra hüquqlar əldə edirlər. Bunlar hansılar idi? Bir, onlar xalq tribunu seçmə hüququnu qazanırlar. Bu təxminən eradan əvvəl 5-ci əsrin əvvəllərinə uyğun gəlir. Bundan başqa, onlar eradan əvvəl 3-cü əsrdə artıq patrisilər kimi istənilən vəzifəni tuta bilərdilər. Yəni ki, patrisi ilə plebey hüquq baxımından bərabərləşdi. Amması nədir? Amması ondan ibarətdir ki, Afinada biz Perikl islahatlarında gördük ki, demos vəzifə tutduğu halda əmək haqqı alır, yəni maaş alır. Amma Romada plebeylər vəzifəyə seçilməkdə maraqlı deyildilər. Çünki onlar maaş almırdılar, əmək haqqı almırdılar. Ona görə də yenə də vəzifələrin çoxu ilə patrislərin əlində cəmləşmişdi. Bayaq sizə dedim ki, padşahlıq dövründə ölkəni padşah idarə edir. Respublika dövründə isə ölkəni 2 nəfər konsul idarə edir. Konsul Afinadakı strateqlə bənzərdir. Vəzifələrdə eyni vaxtda meydana gəlibdir. Yəni strateq də 6-cı əsrin sonlarında, konsul da 6-cı əsrin sonlarında vəzifə olaraq meydana gəlibdir. Həm konsul, həm də strateq müharibə zamanı orduya və donanmaya rəhbərlik eləyirdi, həmçinin sülh vaxtı ölkəni idarə eləyirdi. Bundan əlavə olaraq, yenə Afinadakı kimi burada da Ağsaqqallar Şurası Senat fəaliyyət göstərirdi. Senatın tərkibinə senatorlar daxil idi. Senatorlar nə işlə məşğul idilər? Senatorların müəyyən sayı var idi. Onlar hansı ki, daxili məsələləri, xarici məsələləri, müharibə məsələlərini, sülh məsələlərini, maliyyə məsələlərini həll edirdilər.
Bir qərar qəbul edirdilər. Bizdəki elə bir parlamentə bənzəyir də, bu milli məclisə bənzəyir. Sonra onu səs vermə üçün göndərirdilər xalq yığıncağına. Hə, xalq yığıncağı da burada səs çoxluğundan həmin o qərarı qəbul eləyirdi və yaxud da ki, rədd eləyirdi. Tamam? Və bütün bunlardan əlavə dedik, orada bir tribun vəzifəsi də var idi. Tribun vəzifəsi sonradan yaranır. Amma tribun plebeylərin müdafiəçisi olan bax bu tribun, elə bir onların bir növ vəkilidir də tribun. Belə yadımızda saxlaya bilərik. Həmin bax bu tribun plebeylərin hüquq müdafiəçisidir. Əgər xalq yığıncağı və yaxud da senatorlar plebeylərin əleyhinə hər hansısa bir qərar qəbul etmək istəsələr, dərhal tribun onun qarşısını kəsirdi. Yəni ki, plebeylərin mənafeyinə uyğun addım atırdı tribunlar. Tamam? Bax, bu vəzifə bölgüsüdür Roma tarixində. Bu arada müəllimlər də onu qeyd edə bilərlər ki, bu əvvəlki dərsliklərdə var idi, sonra çıxardılar, yenidən əlavə olundu. Hansı məsələ? Tribunu öldürmək ən ağır cinayətdir və tribunun təkcə veto deməsi, yəni qadağan edirəm deməsi kifayətdir ki, bir daha təkrarlayım, plebeylərin əleyhinə hər hansısa bir qanun qəbul olunmasına. Romada eradan əvvəl 5-ci əsrin ortalarında həmçinin müasir, bax bugünkü istifadə etdiyimiz hüquq sisteminin əsası qoyuldu. Bizi izləyən 3-cü qruplarımıza, hüquqa hazırlaşan 3-cü qruplarımıza da buradan salam göndərirəm. Hər birinizə uğurlar, gələcəyin uğurlu hüquqşünasları olacağınızdan əminəm və sizlərə uğur diləyirəm. Yəni ki, bax bugünkü istifadə etdiyimiz hüquq sistemi Romada təşəkkül tapmışdı eradan əvvəl 5-ci əsrin ortalarında. Bu Romanın idarəçiliyidir. İndi gəlin Romanın işğallarından danışaq. Demək, Roma eradan əvvəl 3-cü əsrdə İtaliyanın işğalını başa çatdırır. Ümumilikdə Romalılar sonrakı dövrlərdə İngilis imperiyasının da istifadə etdiyi parçala və hökmranlıq siyasətindən istifadə edirdi. Yəni bəzən məğlub eləyə bilməyəcəyi rəqiblərini arasında, tayfalar arasında çəkişmələr, ədavət, intriqa yaratmaqla onları bir-birindən toqquşdurub zəiflədirdilər. Sonra da həmin ərazini işğal edirdilər. Əvvəlcə İtaliyanı işğal elədilər. Sonra eradan əvvəl 264, eradan əvvəl 146-cı illərdə Karfagenlə müharibələr aparırlar. Karfagenlə aparılan müharibənin səbəbi nə idi? İtaliyanın cənubunda yerləşən Siciliya adası uğrundaydı. Və həmçinin hər iki dövlət istəyirdi ki, Aralıq dənizinin qərb sahillərində söz sahibi olsunlar. Bu müharibə 100 ildən çox davam eləyir. 264-146-cı illər müharibəsi tarixə Pun müharibəsi adı ilə daxil olubdur. Müharibələrin gedişində Romalılar böyük qələbələr qazanırlar. Bu qələbələr nəticəsində onlar istər Siciliyanı, istər Sardiniyanı, istər Korsikanı və yekunda da eradan əvvəl 146-da Karfageni ələ keçirdirlər. Romalılar eradan əvvəl 2-ci əsrdə də istər şərqə, istər qərbə doğru işğalçılıq siyasətlərini davam elətdirirdilər. Belə ki, eradan əvvəl 2-ci əsrdə biz Selevkilərin eradan əvvəl daha doğrusu 190-da süquta uğradıldığının şahid olduq. Azərbaycan tarixində bu barədə ətraflı məlumat vermişəm. Videonu yerləşdirirəm aşağıda. Eradan əvvəl 2-ci əsrdə Makedoniya ilə, eradan əvvəl 146-cı ildə Yunanistanla aparılan müharibələr Roma legionlarının qələbəsi ilə nəticələnir. Bu işğallar nəticəsində Roma istər ərazisini genişləndirir, istərsə də 2-ci əsrdə Aralıq dənizində ən güclü dövlətə çevrilir. Bu müharibələrin davamı kimi mən qeyd edə bilərəm ki, Respublika dövründə onlar eradan əvvəl 30-cu ildə Misiri işğal eləmişdilər. Romalıların şərqə doğru yürüşləri nəticəsində istər Atropatenanın 1-ci əsrin 1-ci yarısında tabe etdiklərini şahid oluruq, istər 1-ci əsrin 2-ci yarısında Albaniyanı tabe etdiklərini şahid oluruq. Bu barədə ətraflı danışmışam. Bir daha qeyd edirəm, Atropatena Albaniya mövzusunu izləyə bilərsiniz yerləşdirdiyim linklərdən. Bax, bu Romanın apardığı işğalçı müharibələr idi. Amma işğalçılıq burada bitmir. İmperiya dövründə də işğalçı müharibələr aparırlar. Lövhənin təmizliyim İmperiya dövründə apardığı işğalçılıq müharibələrindən də sizə məlumat verəcəm. Hələlik Romanın Respublika dövrü ilə davam edək. Romada eradan əvvəl 3-cü əsrdən etibarən qladiator döyüşləri keçirilirdi. Qladiator nə deməkdir? Qladiator güclü, çevik qullara deyirdilər. İşğal elədiyi ərazilərdən və ya qul bazarlarından satın aldıqları həmin o qulları Romada həbsxanalarda silahlarla, xüsusi vasitələrlə yetişdirirdilər və onları bir-biri ilə vuruşdururdular. Qladiatorlar arenalarda vuruşurdu. Və eradan əvvəl 3-cü əsrdən etibarən qladiator döyüşləri həyata keçirilirdi. Biz buna Respublika dövründə də, sonrakı imperiya dövrlərində də şahid olmuşuq. Biz qaydaq Romada aqrar islahatlara. Qladiator döyüşlərindən niyə danışdım? Qullardan niyə danışdım? Çünki Romaya o qədər qul axını olurdu ki, kənar ölkələrdən o qədər qul gətirilirdi ki, Roma ərazisinə.
Romada yaşayan kəndlilər əsasən də bax bu plebeylərin öz əməyinə marağı itmişdi. Çünki onlar hər hansısa bir işi pul qarşılığında görürdülər, amma qulları isə pulsuz şəkildə işlədirdilər. Təbii ki də onlara maaş verəsi deyirlər ki. Və bütün bunlar Romada torpaq böhranına, aqrar böhranın baş verməsinə gətirib çıxardır. Belə bir dövrdə Tiberi Qraq və Qay Qraq qardaşları, hansı ki onlar tribun idilər, plebeylərin müdafiəçisi idilər, düşünüb daşınırlar ki, bax bu vəziyyət Romanı uçuruma aparır. Roma Respublikasının labüd tənəzzülünün qarşısını almaq üçün islahatlar keçirmək lazımdır. Eradan əvvəl 133-cü ildə daha doğrusu Tiberi Qraq tərəfindən aqrar islahat keçirilir. Torpaq islahatının məzmunu nədən ibarətdir? Belə ki, kimin 250 hektardan artıq torpaq sahəsi varsa da, tutalım ki 300 hektar, onun 50 hektarı kəsilib verilir yoxsullara, plebeylərə. Həmən o torpaqları plebeylərdən satın almaq olmaz. Hətta plebeylər borclu vəziyyətə düşsə belə o torpaqları satın almaq olmaz. Lakin Tiberi Qraq senatorlar tərəfindən, yəni Ağsaqqallar Şurasının üzvləri tərəfindən öldürülür. Bu islahatları onun qardaşı Qay Qraq da davam elətdirir eradan əvvəl 123-də. Eyni islahatları o da tətbiq eləyir. Hətta əlavə olaraq Qay Qraq ucuz qiymətə yoxsullara taxıl yardım eləyir. Bax onu da qeyd edin, Qay Qraqla bu Periklin oxşar cəhətidir yoxsullara taxıl yardım edilməsi. Amma o da qardaşının aqibətini yaşayır. Elə eradan əvvəl 123-cü ildəki Qay Qraq da tribun vəzifəsindən uzaqlaşdırılır və öldürülür. Bütün bunlar Romada aqrar islahatların yekunda uğursuzluqla nəticələnməsinə gətirib çıxardır. Və Qay Qraqın da öldürülməsindən sonra həmən bax bu danışdığım haqqında danışılan qanunların hamısı ləğv olunur. Yenidən demək, yoxsullara paylanan torpaqlar onların əlindən alınır. Ucuz qiymətə və torpaq paylanılması kəndlərə dayandırılır. Aqrar islahatlar barəsində də məlumat verdim. Bax bu qul, ölkə çoxlu gətirilən qullar və qulların ölkədəki acınacaqlı vəziyyəti ölkədə etirazlara səbəb olur. Üsyanlara səbəb olur. Bu üsyanlardan ən böyüyünü eradan əvvəl 74-cü ildə Kapuyadakı qladiator məktəbində Spartak eləyir. Spartak ətrafına topladığı minlərlə qladiator tərəfindən 74-71-ci illərdə üsyan həyata keçirilir. Amma Spartak üsyanı Kras və Pompey tərəfindən yatızdırılır. Həmən bu Pompey və Kras haqqında da Azərbaycan tarixində yenə ətraflı məlumat vermişəm. Albaniya Atropatena mövzusunu izləyin. Romada bu arada qeyd edeyim ki, işğal elədiyi əraziləri Romalılar canişinlər vasitəsindən idarə edirdilər. Bunu biz başqa harda öyrənmişdik? Misir tarixində Tutmosun dövründən etibarən, 3-cü Tutmosun dövründən etibarən. O videonu da burada yerləşdirəcəm. Və Romada qalib gələn sərkərdələr Roma şəhərinə triumfla daxil olurdular ki, fotoşəkildə də triumfun nə olduğunu görürsünüz. İndi gəlin mən sizə Romada vətəndaş müharibəsi, imperiya dövrü və digər hissələri haqqında məlumat verir. Romada eradan əvvəl 2-ci əsrin sonu, 1-ci əsrin əvvəllərində ordunun tərkibi dəyişirdi. Əvvəllər ordunun əsasını plebeylər təşkil etdiyi halda, əsasən onlar təşkil etdiyi halda, indi müharibələrin sayı artdıqca sərkərdələr muzlu ordular təşkil edirdilər və paralı əsgərlər, həmin o muzlu ordunun üzvləri isə artıq Roma dövlətinə, Roma Respublikasına yox, tabe olduğu sərkərdələrə sədaqət and içirdilər, onların qarşısında məsuliyyət daşıyırdılar. Bütün bunlar Romanın zəifləməsinə və sərkərdələrin daha da güclənməsinə gətirib çıxardır. Həmən o sərkərdələr indi deyir ki, biz Spartak üsyanını yatırmışıqsa da, Romada söz sahibi isə də, niyə də Romanın tək sahibi biz olmayaq? Ona görə də bax həmən o sərkərdələr adını çəkdiyim Pompey, Kras və sonradan onlara qoşulan Sezar Romada hakimiyyət uğrunda mübarizəyə başlayırlar. Eradan əvvəl 49-30-cu illəri əhatə edən tarix Romada vətəndaş müharibəsidir. Vətəndaş müharibəsində Romanın hər iki tərəfdən Roma əhalisi iştirak elədiyinə görə, Roma nümayəndələri iştirak elədiyinə görə vətəndaş müharibəsi adlanır. Sezardan danışası olsam, Sezar Romada diktator olmamışdan əvvəl Romada konsul vəzifəsini icra eləyir. 2 dənə konsuldan biri Romada eradan əvvəl 1-ci əsrdə Sezar olur. Konsulluq müddəti başa çatdıqdan sonra o məhz indiki Fransa ərazisindəki Qalliyaya təyin olunur. Qalliyanı da tabe eləyir, nüfuzu artır, bir sərkərdə kimi ətrafında olan qoşun sayı artır və o da başlayır Pompey Kras kimi Romada hakimiyyət uğrunda mübarizəyə. Biz Krasın aqibətini bilirik ki, eradan əvvəl 53-cü ildə Karra döyüşündə Parfiya ilə mübarizədə öldürülmüşdü. Pompey'ə gəldikdə isə onun Sezarla mübarizəsi var. Belə ki, eradan əvvəl 49-cu ildə Sezar
təyin olduğu ərazidən, yəni Qalliyadan Romaya doğru hücuma başlayır. Bir qiyam həyata keçirilir. O başa düşürdü ki, Tiber çayının sahilini keçsə, Roma şəhərinə daxil olsa bu qiyamdır və o yekun qərarını verir, Roma şəhərinə daxil olur, Romanın müdafiəsinə Pompey rəhbərlik eləsə də məğlub olur. Romada hakimiyyət keçir Sezarın əlinə. Eradan əvvəl 49-cu ildən 44-cü ilə qədər Sezar Romanı tək başına idarə edir. Avropada, Afrikada, Asiyada apardığı uğurlu müharibələr onun tərəfdarlarının sayının artmasına gətirib çıxartmışdı. Senatın üzvləri isə Senat isə Sezarı ömürlük diktator elan edir. Tək başına mütləq hakimiyyətə sahib olur Sezar. Lakin Sezarın baxmayaraq ki, respublika idarəçiliyini qoruyub saxlamasına, onun ölkəni tək başına idarə etməsi, öz adına pullar kəsdirməsi, tanrı kimi ona insanların sitayiş etməsi senatorların xoşuna gəlmir. Və onun respublikanı monarxiya ilə əvəz etmək istəməsini bilən senatın üzvləri eradan əvvəl 44-cü ildə Sezarı qətlə yetirirlər. Bundan sonra Sezarın tərəfdarları olan, əsas dəstəkçiləri olan Antoni və Oktavian Sezarın intiqamını alırlar, onu öldürən o respublikaçılardan və Romanı bir müddət özləri idarə edirlər. Qərb hissəsinə rəhbərlik eləyirdi Oktavian, şərq hissəsinə isə Roma Respublikasının rəhbərlik eləyirdi Antoni. Lakin keçmiş müttəfiqlər də bir-birlərindən razılığa gələ bilmirlər və eradan əvvəl 31-ci ildə aksiya döyüşü olur. Bunu müəllimlər qeyd eləsin, abituriyentlərə ehtiyac yoxdur. Həmən bu aksiya döyüşündə Oktavian Antonini məğlub eləyir. Eradan əvvəl 30-cu ildə Misirə sahib olur və Romada tək başına hakimiyyətə sahib olur. Eradan əvvəl 27-ci ildə isə Oktavian respublika quruluşuna son qoyur və Romada rəsmən başlayır nə dövrü? İmperiya dövrü. Eradan əvvəl 27-dən bizim eranın 395-nə qədər. Düzdür, imperiya dövründə, respublika dövründə olduğu kimi, padşahlıq dövründə olduğu kimi senat fəaliyyət göstərirdi və yaxud da respublika dövründə olduğu kimi tribun vəzifələri və s. kimi vəzifələr var idi. Amma bütün vəzifəyə şəxsləri təyin edən Oktavianın özü idi. Ölkəni tək başına idarə edirdi. Oktavian Azərbaycanla da bağlı bir məsələsini qeyd edə bilərəm ki, Azərbaycanda Atropatenada Ariobarzanın hakimiyyətə gəlməsinə də köməklik göstərmişdi Oktavian. Oktaviandan sonra biz digər Roma imperatorlarının hakimiyyətdə olduğunu görürük. Bunlar Tiberidir və bunlardan biz Domisianı qeyd edə bilərik. Həmən bax bu adını yazdığımız imperatorlarda Azərbaycanda Albaniya ilə əlaqələrinin olduğunu görürük, hansı ki Domisian qoşunları Azərbaycana gəlmişdi. Roma tarixində sonuncu işğalçı müharibələr aparan qüdrətli imperatorlarından biri Mark Trayandan danışaq. Bizim eranın 2-ci əsrin əvvəllərində Mesopotamiyanı, Kilikiyanı, Qara və Adriatik dənizi sahillərindəki əraziləri, Ərəbistanı, Parfiyanın paytaxtı Ktesifon şəhərini ələ keçirmişdi. Parfiyanın işğalını isə başa çatdıra bilmir. Çünki ona qarşı baş verən üsyanlar Parfiyanın işğalını başa çatdırmağa imkan verməmişdi. Bunu da qeyd edə bilərsiniz ki, Roma istər respublika dövründə, istər imperiya dövründə Parfiya ilə mübarizə aparıbdı. 2-ci əsrdə hakimiyyətdə olmuş bir digər Roma imperatoru Adrian haqqında da məlumat verə bilərəm. Adrianın dövründə də Albaniya ilə dostluq əlaqələri var, həmçinin o qulların öldürülməsini qadağan eləmişdi. Roma ümumilikdə eramızın ilk əsrlərində özünün ən qüdrətli dövrünü yaşayırdı. Amma ölkəyə minlərlə gələn qul axını ölkədə iqtisadiyyatın, kənd təsərrüfatının zəifləməsinə gətirib çıxardır. Kəndlərin öz əməyinə marağının artması üçün Romada eramızın ilk əsrlərində növbəti islahatlar keçirilir. Belə ki, artıq varlı torpaq sahibləri, varlı şəxslər torpaqların bir qismini qullara, bir qismini isə kəndlərə verir. İcarədarlar daxmalı qul və kolon adlanır. Daxmalı qul bildiyimiz kimi həmən o qul idi, torpağın bir hissəsini götürmüşdü özünə icarəyə, kolondakı kəndlilər idi. Lakin bu da Romanın tənəzzülünün qarşısını ala bilmir. Çünki artan xəstəliklər, epidemioloji xəstəliklər, epidemiyalar vergilərin azalmasına, vergi verən insanların sayının azalmasına gətirib çıxartmışdı. İmperator Konstantin dövründən danışası olsam, bu düzdür, dərsliklərdən çıxarılıb müəllimlərdə soruşula bilməz, amma abituriyentlər qeyd eləsin. Albaniyada olduğu kimi Romada da 313-cü ildə xristianlıq dini Milan fərmanı ilə rəsmi dövlət dini elan olunur. Və 330-cu ildə isə İmperator Konstantin paytaxtı Romadan Vizantiya köçürdür. Xalq arasında sevilən, seçilən imperator olduğu üçün Vizantiya şəhəri, indiki İstanbul şəhəri onun şərəfinə Konstantinopol adlandırılır. 330-dan 395-ə qədər Roma imperiyasının paytaxtı olur Konstantinopol. İmperator Feodosinin dövrünə gəldikdə isə Roma imperatoru iki hissəyə bölünür. Qərbə və şərqə. Şərqi Roma dünyanın ən uzun ömürlü imperiyası olur. 1453-ə qədər mövcud olur.
Qərbi Roma imperiyası isə 476-ya qədər mövcud olmuşdu. 5-ci əsrin əvvəllərindən etibarən biz Qərbi Roma üzərinə Vestgotların, Vandalların, Hunların hücumlarına şahid oluruq. Bunlardan ən yadda qalanı 452-ci ildə Attilanın Roma şəhərinə etdiyi yürüş idi. O, Roma papasının xahişi ilə Roma şəhərini yandırmır. Amma hər bir halda Romanı tabe eləyir. Növbəti yadda qalan döyüş 455-ci ildə Vandalların Romaya etdiyi yürüş idi. Barbar tayfaların Romaya etdiyi yürüş zamanı Roma mədəniyyətinə ağır zərbə vurulmuşdu və Germanların 476-cı ildə etdiyi yürüş sonuncu zərbə olur. Çünki 476-cı ildə German tayfalarının yürüşü nəticəsində Qərbi Roma imperiyası süquta uğrayır. Bununla da qədim dünya tarixi başa çatır və Avropada artıq başlayır feodalizm dövrü. Təbii ki, feodalizm dövründə də bütün izahlar kanalımızda paylaşılacaq. Romanın mədəniyyətinə gəldikdə isə abituriyentlər əsas nəyə yadda saxlaya bilər? Roma əbədi qızıl şəhər hesab olunurdu. Müəllimlər üçün niyə qeyd demirəm? Hər dəfə onu soruşa bilərsiniz ki, müəllim deyir elə abituriyentlər bunu yadda saxlasın. Çünki biz müəllimlər istər Roma olsun, istər Yunan mədəniyyəti olsun, bununla bağlı olan məlumatları yadda saxlasaq yaxşı olar. Orada Eneida əsəri haqqında, Virgili haqqında, ümumilikdə Roma tarixçiləri haqqında məlumata sahib olmağımız yaxşı olar. Nədə qalmışdıq? Demək, abituriyentlər üçün deyirdik ki, Roma əbədi qızıl şəhər adlanır. Düzdür, bu müəllimlərə də daha çox düşən məqamlardır. Bazar meydanı Forum adlanır. Afinada biz buna demək, Agora deyirdik. Latin əlifbasını Romada meydana gəlibdir. Beton ixtirası Romanın adı ilə bağlıdır. Kolizey amfiteatrı Romada yerləşir. Burada qladiator döyüşləri, teatr tamaşaları keçirilirdi. Biz demək Afinada rast gəlmişdik Parfenon məbədinə. Parfenon. Bu Afinadaydı. Amma Panteon məbədi T hərfindən olan bu Romada yerləşir. Panteon məbədi. Ümumilikdə isə Roma əbədi qızıl şəhər adlanırdı. Eradan əvvəl 1-ci əsrdən bizim eranın 1-ci əsrinə qədər Roma poeziyasının həmçinin qızıl dövrü hesab olunur. Dərsin əvvəlində də qeyd elədiyim kimi Roma tarixinin başlanğıcı eradan əvvəl 753-cü ildən Roma şəhərinin əsasının qoyulmasından etibarən hesablanırdı. Yunanlılar öz təqviminin başlanğıcını ilk Olimpiya oyunlarından eradan əvvəl 776-dan, Romalılar isə Roma şəhərinin əsasının qoyulması ilə hesablayırdılar. Qədim dünya tarixi ilə bağlı olan mövzuları 3 videoda sizlərə izah elədim. Hər 3 videonu bu videoda daxil olmaqla izləsəz, bu dövrlə bağlı çətinliyiniz olmaz. Abituriyentlərə ən az 1 və ya 2 sual, müəllimlərə isə bu mövzulardan ən azı 2 və ya 3 sual imtahanlarda, sertifikasiyada miqdə istifadə olunacaq. Bax, bu mövzular üzrə test tapşırıqları. İzahlarımız sizə davam edir. Hər həftənin 1-ci, 3-cü, 5-ci günləri axşam saat 19:00-da gözünüz, diqqətiniz, nəzəriniz kanalımızda olsun. Elə isə burada sağollaşıram. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.